Son günlər arıçılıqla məşğul olan bəzi fermerlər qərb bölgəsində arı ailələrində kütləvi qırılmalar faktının olduğunu bildirirlər. Geniş yayılmış xəstəliklər və digər səbəblərdən arıların məhv olduğu bildirilir. Mütəxəssislər deyir ki, vəziyyətlə ölkənin bir çox rayonlarında rastlaşmaq mümkündür. Sıradakı sujetimiz isə Samuqdan və Gəncədəndir. Samuqun bəzi kəndlərində arıçılıqla məşğul olanların şəxsi təsərrüfatlarında ard-arda kütləvi arı ölümləri halları qeydə alınır. Fermerlərin sözlərinə görə səbəb həm bölgədə yayılan arı xəstəlikləri, zəhərlənmə halları, həm də vəhşi arıların hücumlarıdır. Samuqda arıçılıq təsərrüfatının sahibi olan fermerin sözlərinə görə onun ötən il 250, bu il isə 50-dən artıq arı ailəsi məhv olub. Arıların qırılma səbəbi İlk növbədə taxıldır, buğdadır, yoncadır və digər meyvə ağaclarıdır ki, dərmanlanır. Bu da dərmanlandığı üçün arılar da çöldən belə desə, bal daşıdığı üçün dərmanlanma vasitəsilə bitkilərin, arıların birinci növbədə qırılma səbəbi bundan ibarətdir. Yəni zəhərlənir. Zəhərlənməklə, bəli. Bir də yeni çıxmış arılar var, belə yekə arılardır. Onlar da arının məhvinə gətirib çıxardır. Bəs fermerlər müşahidə olunan bu hallara qarşı dərman preparatları istifadə edirlərmi? Dərmanların təsiri olurmu? Yerli istehsal arılarımız üçün dərmanlar yoxdur. Xarici dövlətlərdən gəlir. Misal olaraq Türkiyədir, Rusiyadır və yaxud da digər dövlətlərdən. Bu da arıya verirsən, bir tərəfdən xeyri varsa, bir tərəfdən ziyanı da var. Mövcud vəziyyət Gəncədə də müşahidə edilir. Təsərrüfat sahibləri deyir ki, arı xəstəliklərinin geniş yayılması artıq bir neçə ildir ki, davam edir. Belə olan halda isə fermerlərə ciddi maddi ziyan dəyir. Son illərdə nə qədər zəhmət çəkirik, nə lazım deyiliriksə, arı inkişaf eləmir. Məndə arada bir 10 yeşik arı bax ferildən sonra qırılıb. Ana durduğu yerdə məhv olur bir həftənin içində. Bir hissəsi ana olmağına görə məhv olur. Bir hissəsilə bacardığım qədər o bir arılara da bitər, qoşuruq. O da yenə bizə arı ailəsinin sayının azalmasında planda ziyan vurur. Arıçı mütəxəssislər bildirir ki, arı ailələrinin ölümü qış aylarında və erkən yaz aylarında baş verir. Bu il belə hallar daha çox qeydə alınıb. Bu halın isə artıq bütün dünyada baş verdiyi bildirilir. Bunun birinci səbəbini isə mütəxəssislər qlobal istiləşmədə görürlər. Çünki arılar qış yuxusuna getmədən bala verir və belə olanda varola gənəsi artır ki, onunla da mübarizə çox çətin olur. Əsas problem varroadır və qlobal istiləşmədir. Arıların qlobal istiləşmənin təsirindən qorunmaq üçün yüksək dağlıq rayonlarında qışladılması vacibdir. İkinci bir yol ana arıların qəfəslənməsidir ki, bala qoyma dayansın, gənələr süfrələrdən çıxsın və tam ətəkdə süfrə olmadığı dönəmdə gənələrlə rahat mübarizə apara bilər. Mütəxəssis həmçinin qeyd edir ki, arı ölümləri digər xəstəliklərdən, Amerika çürüməsi və tropik gənəsi adlı arı xəstəliklərindən də baş verə bilir. Bu kimi xəstəliklərlə mübarizədə effektiv nəticə almaq üçün arı təsərrüfatında dərmanlama işlərini qonşu arı təsərrüfatları ilə eyni vaxtda başlamaq lazımdır. Sözü gedən hallar bal süzümü mövsümündə öz mənfi təsirini göstərəcək. Mədinə Niknəcat, Səadət Ayazqızı, Rüfət Bayramov, Sərdar Əliskəndərli, ATV Xəbər, Samuq, Gəncə.